Hər vaxtınız xeyir olsun. Axır ki, gözlədiyimiz test vəsaiti işıq üzü gördü. Dövlət İmtahan Mərkəzinin 10 variant mövzular üzrə, 10 variant tam proqram üzrə olan 20 sınaq testi çapdan çıxdı və mən Ceyhun Həsənov vaxtaşırı olaraq həmin bu 20 sınağın izahlarını geniş formatda verməyə çalışacağam. Elə isə vaxt itirməyək, başlayaq birinci sınağımızdan. Deməli, bizim qarşımıza çıxan ilk sual nədir? Birinci sual. Uyğunluğu müəyyən edin. Təbii ki, burada biz düzgün cavablar tapmalıyıq. Azərbaycanda Ərəb əsarəti dövrü, Əməvilər sülaləsi və Abbasilər sülaləsinin dövrü. Əvvəla onu qeyd edək ki, Əməvilər sülaləsinin hakimiyyət illəri 661-750 arasında, Abbasilər sülaləsinin hakimiyyət illəri isə 750-1258 arasında dəyişir. Bu bizim birinci, belə deyim, açar illərimiz. Eyni zamanda diqqət verəcəyimiz məqamlardan biri də Azərbaycanda Ərəb əsarəti dövrüdür. Çünki məsələn, aşağıda Əbu Müslümin üsyanı baş verə bilərdi. Təbii ki, Əbu Müslümin üsyanı Əməvilər xilafəti dövründə baş verib, nəticədə Abbasilər gəlib hakimiyyətə. Amma Əbu Müslüm üsyanı Azərbaycanda baş verməyib. Ona görə də bu tipli testlər işlədikcə ən birinci harada olduğuna diqqətlə fikir vermək lazımdır. Baxaq. Beyləqanda müsafirin başçılığı altında üsyanın baş verməsi. Təbii ki, Beyləqanda müsafirin başçılığı altında üsyanın baş verməsi Azərbaycan ərazisidir Beyləqan və Əməvilər dövrünə düşəcək. Belə ki, bu üsyan 748-də baş verib. Köhnə kitablarda bu daha yaxşı verilərdi. Belə ki, üsyanın başlanması 748, bitməsi isə 752 götürülərdi. Yəni, çox maraqlı bir üsyan idi. Əməvilər dövründə başlayıb, Abbasilər dövründə başa çatırdı. Deməli, A variantı düzgün cavab oldu. Keçək digərinə, Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi. Nəzərə alsaq ki, Xəzər xaqanlığı ilə ilk toqquşmalar bizə məlum olan 643-cü ildə Bələncər adlı yerdə baş verib, bu Əməvilər sülaləsi dövrünə düşmür. Çünki 643-cü ildə hələ Rəşidi xəlifələri idi hakimiyyətdə. Çünki biz bilirik ki, 630-661-ci ildə Peyğəmbər və 4 xəlifə hakimiyyətdə olubdur. Deməli, B variantı yanlışdır. Əhalinin siyahıya alınması, vergilərin artırılması bu 725-ci ildir. Bu düzgün cavabdır. Deməli, bizim düzgün cavabımız birinci bölmədə A, C-dir. Abbasilər dönəmi. Dəbilin Ərəb əmirliyinin mərkəzinə çevrilməsi. Bu yanlış cavab olacaq. Nə baş verir? Deməli, Azərbaycanın cənubu tabe edilib 643-də və eyni zamanda da işğal edilib 643-də. Azərbaycanın şimalı tabe edilib 667-də. İşğal olunub 705-də. Belə bir məsələyə baxaq. Deməli, bütün Azərbaycanın tabe edilməsi neçənci ildir? 667. Bu zaman Azərbaycanın şimalı ilə cənubu eyni əmirliyin tərkibinə daxil idi və əmirliyin mərkəzi Dəbil idi. Vəzifəyə isə Azərbaycanlılar götürülürdü. Çünki hələ ərəblər işləməyi bacarmırdılar və Sasanilər dövrünün idarəetmə sistemindən istifadə etməklə Azərbaycanlıları vəzifədə təmsil edirdilər, belə desək. Azərbaycanlardan istifadə edirdilər. Azərbaycan tamamilə işğal edilməsi isə 705-dir, Albaniyanın işğal edilməsinə. Bu zaman isə artıq vəzifədəki Azərbaycanlılar ərəblərlə əvəz olundu. Azərbaycanın şimalı və cənubu ayrı-ayrı əmirliklərə getdi. Azərbaycanın şimalı Albaniya, Arran adlanmağa başladı və əmirliyin mərkəzi Dəbildən Bərdəyə köçürüldü. Ona görə Bərdiyə Arranın anası, Arranın əsas şəhəri deyirlər. Yəni 705-ci ildə Bərdə oldu. Amma Dəbil nə vaxt Ərəb əmirliyinin mərkəzinə çevrilmişdi? 7-ci əsrin 2-ci yarısında. Və 7-ci əsrin 2-ci yarısında Abbasilər sülaləsi hakimiyyətdə deyildi. Ona görə də A variantı gördüyünüz kimi burada yararsız variant olacaq. Hərbi qənimətə görə xüms vergisinin ödənməsi. Xüms vergisinin ödənməsi, əgər xüms vergisinin ödənməsi düşsəydi, biz bunu düzgün cavab kimi götürəcəkdik. Çünki xüms Ərəb dövləti yaranandan etibarən var. Sadəcə olaraq, xüms hərbi qənimətlərə görə, deməli, xüms, bəli, hərbi qənimətə görə ödənilir. Bu düzgün cavabdır. B-ni düzgün cavab kimi götürək, yəni davam etməkdədir. C variantı, Xürrəmlərin Həştadsər döyüşlərində məğlub edilməsi. Biz yaxşı bilirik ki, Xürrəmlər hər iki Həştadsər döyüşündə qalib gəlibdir. İstər 829-cu ildə baş vermiş Həştadsər döyüşündə, istər 836-cı ildə baş vermiş Həştadsər döyüşündə Xürrəmlər qalib gəliblər. Yəni, burada ərəblər onlara qalib gələ bilməyiblər. Ərəblər məğlub olub.
Ona görə biz C variantının üstünə xətt çəkirik və burada cavab kimi 1AC, 2B, yəni B variantını qaralamış oluruq. Keçək ikinci suala. Göstərilənlərin aid olduğu şəhəri müəyyən edin. Albaniya dövlətinin paytaxtlarından biri idi. Azərbaycanda Ərəb Əmirliyinin canişinlik mərkəzi olmuşdur. Təbii ki, burada söhbət nədən gedir? Albaniya dövlətinin 2 paytaxtı olub. Biz bunu bilirik. Təbii ki, birinci paytaxt Qəbələ olub. İkinci paytaxt isə Bərdə olub. Bəs bu ikisindən hansı Ərəb Əmirliyinin canişinlik mərkəzi olub? Təbii ki, bu Bərdə olub. Çünki əgər xatırlayırıqsa, 8-ci əsrin sonlarında qurulmuş Şirvan Əmirliyinin mərkəzi Bərdə olmuşdur. Bərdə şəhəri isə 4-də yerləşir və cavabımız D variantıdır. Hər ehtimala digər şəhərlər haqqında da məlumat verək. 5 burada Şamaxının yerini müəyyənləşdirir. 3 Ərdəbildir. 2 Təbrizdir, həmişə Urmiya gölünün şimalına yaxın. 1 isə Marağa. Qədim dövrlərdə isə onun yeri Qazakıya və yaxud İzortiya uyğun gəlir. Davam eləyək. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Aha. 1-ci əsrin 60-cı illəri əvvəla 1-ci əsri 101-ci illəri əhatə eləyir. Onun 60-cı illəri isə əhatə eləyir 69-60-cı illəri. Fraspa döyüşü eramızdan əvvəl 36 olduğunu nəzərə alsaq, bu variantın üzərindən xətt çəkirik. B variantı Albaniya və Roma hərbi qüvvələri arasında döyüşlərin baş verməsi. Bəli, bu düzgün cavabımızdır. Eramızdan əvvəl 66-da Kür, eramızdan əvvəl 65-ci ildə isə Qanıq döyüşü baş vermişdi. Və hər iki döyüşdə Alban qoşunları məğlub olmuşdu. Ümumiyyətlə, qədim Albaniyanın Roma üzərində qələbəsi yoxdur. Orta əsrlər Albaniyasının Roma üzərində qələbəsi var. Bu da 359 Amid döyüşüdür. Digər varianta baxaq. Albaniya dövlətinin Romaya qarşı Parfiyanın müttəfiqinə çevrilməsi. Ümumiyyətlə, Albaniya Romaya qarşı Parfiyanın müttəfiqinə çevrilməyib. Albaniya Parfiyaya qarşı Romanın müttəfiqinə çevrilib. Nə baş verir? Eramızdan əvvəl 20-ci ilində Atropatena Parfiya tərəfindən süquta uğradıqdan sonra cənubdan gələn təhlükədən, yəni Parfiya təhlükəsindən qorxan Albaniyada məcbur oldu ki, Roma ilə əlaqələrini gücləndirsin. Ehtiyatlı olaq, əlaqələrini gücləndirsin. Əlaqələr var idi. Ona görə C variantı yararsız. Azərbaycanın Roma imperiyasının əsarəti altına düşməsi. Ümumiyyətlə, Azərbaycan Roma imperiyasının əsarəti altına demək olar ki, düşməyib. Çünki istərsəniz məsafə də bir xeyli var və Romada baş verən proseslər buna imkan verməyib. Qaldı ki, hökmdar Kozitin Qanıq döyüşündə məğlub edilməsi tamam. Qanıq döyüşü eramızdan əvvəl 65-də baş verib və bu şərti ödəyir. Amma hökmdar Kozis deyil. Ümumiyyətlə, qədim dövr Albaniyasında bizə 2 hökmdar məlumdur. Biri Oroysdur, biri Zoberdir. Kozis sadəcə olaraq sərkərdə idi, hökmdar deyildi. Y variantında çıxırıq, deməli burada cavabımız Bakı variantıdır. 4-də daha sonra olmuşdur. Aha. Yəni daha gec olmuşdur. Kutilərin Akkad dövlətinin varlığına son qoyulması. Eramızdan əvvəl 22-ci əsrin əvvəlləri. 22-ci əsrin əvvəlləri. İskit Sak tayfaları eramızdan əvvəl 7-ci əsr. Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi eramızdan əvvəl 3-cü minillik. Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi eramızdan əvvəl 9-cu əsr. Paytaxt İzirturun Asur hökmdarı Aşurbanipal tərəfindən dağıdılması eramızdan əvvəl 7-ci əsr. Daha tez baş verdi desək, A ilə C arasında qalarıq. Çünki hər ikisi 3-cü minillikdir. Amma təbii ki, C daha uyğun variant olar. Çünki dövlət qurumlarımız meydana gəlsin ki, o dövlət qurumlarından biri olan Kutilər haqqında son qoysun. Amma burada cavab, deməli, bizdən nəyi soruşur? Daha sonra baş vermişdir deyə soruşursa, yenə iki cavab arasında qala bilərik. B və Y variantı. Çünki hər ikisi 7-ci əsrdir. Sadəcə nə baş versin? Birinci İskit Sak tayfaları gəlib ki, Manna hökmdarı Ahşeri onlara güvənərək Asuriyaya, belə deyim, Asuriyadan üz döndərib və Asuriyaya qarşı çıxıb. Onsuz da bilirik, yəni İskitlərin əraziyə gəlişindən sonra sanki Manna, Midiya, İskit üsbucağı meydana gəldi. İskit, Manna, Midiya. Və bu üsbucaq hansı dövləti vurur? Asuriyanı vurur. Amma sonradan Asuriya fikirləşir ki, İskitləri mən öz tərəfimə çəkim. İskitlərə Midiyanı
belə deyim, verir. Özü isə Mannanı cəzalandırmaq üçün gəlir. Və Aşurbanipal eramızdan əvvəl 7-ci əsrin ortalarında, təxminən eramızdan əvvəl 650-ci ildə gəlir. Ahşerini məğlubiyyətə uğradır və məğlub olmuş hökmdarı da xalq bağışlamır. Ahşeri üsyan nəticəsində öldürülür, ondan sonra hakimiyyətə Ahşeri gəlir. Deməli, bizim burada düzgün cavabımız hansı variant olacaq? Y variantı olacaq. Daha sonra, daha gec olmuşdur. Davam edək əzizlərim. 5-ci suala baxaq. Mətn verilib. Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsi vergi siyasətini getdikcə sərtləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb olurdu. Belə çıxışlardan birinə də Azərbaycanda, yəni Beyləqanda, bayaqki sualda var idi bu, müsafir başçılıq edirdi. Mətndə bəhs edilən hərəkat başçısı ilə Babək Xürrəm arasında olan ümumi cəhəti müəyyənləşdirin. Bir daha deyək ki, mətndə bəhs olunan üsyan 748-752-ci illərdə baş veribdir. Babəkin başçılığı altında üsyan isə 816-837-ci illərdə baş veribdir. Baxaq. Əməvilər sülaləsinin yeritdiyi ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmaları. Bizdə ümumi cəhət istəyir. Tamam, müsafir üsyanı 748-də başlayıbsa, bu Əməvlərə qarşı başlaya bilər. Amma Xürrəmlər hərəkatı, ümumiyyətlə Babəkin də başçılıq etdiyi, sonradan başçılıq etdiyi Xürrəmlər hərəkatı başdan başa Abbasilər haqqındadır. Ona görə də A variantı bizim üçün tamamilə yararsız bir variant olacaq. Digər varianta baxaq. Üsyana 8-ci əsrin ikinci yarısında başçılıq etmələri. Axı Babək 9-cu əsrdə üsyan başçısı olubdur. Bu variantımız da səhvdir. Bu variant müsafir variantına uyğun gələ bilər. 2 illik. Mübarizəyə Araz çayından cənubdakı ərazilərdə başlamaları. Bu variantımız da səhvdir. Çünki Beyləqan Araz çayından şimalda yerləşir. Ərəb əsarətindən azad olmağa çalışmaları. Bu düzgün cavabdır. Hər ikisi buna çalışıb. Məzdəkilərin ideyalarını davam etdirmələri bu hardasa Xürrəmlər hərəkatı üçün uğurlu ola bilər, amma bu Beyləqan üsyanı üçün uğurlu sayıla bilməz. Deməli cavabımız D variantıdır. Növbəti suala keçək. Erkən Tunc dövründə Azərbaycanda. Təbii ki, burada cavab elə ilk variantımızdır. Kollektiv dəfn etmə adəti meydana gəldi. Ümumiyyətlə, dəfn etmə ilə bağlı nələri deyək? Mezolit dövründən başlayaraq insanların yanına əşyalar qoymağa başladılar. Eneolit dövründə insanların üzərinə oxra səpdilər. Onları evlərin arasında və yaxud içində dəfn edirdilər. Erkən Tunc dövründə isə kollektiv dəfn etmə, ölü yandırma adətləri, eyni zamanda qıraqlarda dəfn etmə adətləri də meydana çıxıbdır. Cavabımız A variantıdır. Digər variantlara baxaq. İkinci istimamət bölgüsü bu orta Tuncdur. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi bu orta Tuncdur. Erkən şəhər mərkəzləri bu da orta Tuncdur. Ayaq hərəkətindən duruş sarxı isə son Tuncdur. Yəni əzizlərim, burada cavab A variantı oldu. Növbəti sualımız Manna ilə bağlıdır. Manna dövlətinin tarixində eramızdan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri müəyyənləşdiririk. Nə baş verir? Deməli, 7-ci əsrə baxsaq, bir daha 700-601-ci illəri əhatə eləyir. Bunun içərisində 70-50-ci illər neçənci illər sayılır? 779, 750-ci illər, bax, bizə mətndə lazım olan hissələrdir. Baxaq. Ahşerinin Asuriya torpaqlarına hücum etməsi. Əlbəttə ki, bu düzgün cavab olacaq. Çünki bayaq dedim, Ahşeri İskitlərin gəlişindən sonra özündə qüvvə taparaq Asuriya torpağına hücum edir. Və nəzərə alsaq ki, Ahşerinin hakimiyyət illəri 775 bizə dəqiqə. Deməli, burada 679-650 illər olmalıdır. Nəzərə alsaq ki, Ahşerin hakimiyyət illəri 675-650-dir. Və bu da görürsünüz, bura düşür. Deməli, Asuriya torpağına hücum etməsi düzdür. Bir düzgün cavabdır. Davam edək. 2. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi. Deməli, xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi variantı düz olacaq. Çünki mən bayaq sizə nə dedim? Mən bayaq dedim ki, 650-ci ildə Aşurbanipal hücum edir Ahşerin üzərinə və paytaxtı yandırır. Bu da düzgün cavabımızdır. Canişinlik sisteminin yaradılması bu eramızdan əvvəl 8-ci əsrdən İranzudan başlayır. Səhvdir.
İskit Sak tayfalarının işğalçı hücumlarına qarşı mübarizə aparılması. Bizim kitablarda İskit və Manna haqqında demək olar ki, heç bir məlumat verilmir. Yəni onların mübarizə, düşmənçilik mövqeyi haqqında heç bir məlumat verilmir. Urmiya gölündən şimalda yerləşən Manna ərazilərinin Urartu əsarətdən azad edilməsi nəzərə alsaq ki, Urartu eramızdan əvvəl 714-cü ildən, yəni eramızdan əvvəl 8-ci əsrdən Manna üçün təhlükə mənbəyi deyilsə, bundan 50 il sonra gələn İskitlər niyə belə bir missiyanı yerinə yetirməliydilər? Təbii ki, bu da yanlışdır. Ona görə bizim burada düzgün cavabımız 1-2-dir. 8. Hadisə və nəticə əlaqəsinin doğru verildiyi cavabı müəyyənləşdirin. Baxaq. Cavanşirin öldürülməsi Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması. Bu yanlışdır. Çünki Cavanşir 681-ci ildə öldürülüb, Mehranilər sülaləsinin hakimiyyəti isə 705-də vayı satıb. B variantı. Birinci Həmədan döyüşü ərəblərin xürrəmləri məğlub edərək Həmədanı ələ keçirməsi. Burada bir Rum rəqəmi səhvdir. Əgər ikinci Həmədan olsaydı, cavabımız düz olardı. Birinci Həmədan döyüşündə 830-cu ildə baş vermiş birinci Həmədan döyüşündə Babəkin qalib gəldiyini biz bilirik. Ona görə də B variantında üstündən xətt çəkmək lazımdır. C variantı. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi Azərbaycan əhalisindən cizyə vergisinin alınmağa başlanması. Bu yanlışdır. Çünki cizyə vergisi lap əvvəldən var. Peyğəmbər və 4 xəlifə dövründən. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi, xristianlığın dövlət dini elan edilməsi. Bəli, bu düzgün cavabdır. 313-də Urnayr həm hakimiyyətə gəlib, həm də xristianlığı qəbul edib. Y. Amit döyüşü, Dizral döyüşünü itirmiş torpaqların Albaniyaya geri qaytarılması xronoloji baxımdan bir səhv var. Nə üçün? Çünki Amit döyüşü daha tez, Dizral döyüşü isə sonra baş verib. Bir xronoloji pozğunluq var burada. Deməli cavabımız burada hansı variant olacaq? D variantı olacaq. Davam edək. 9-cu suala baxarıq. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə aid olan xüsusiyyətləri müəyyənləşdirin. Mən inanmıram ki, bu test bir ağır test ola, amma bu tipli testlərdə bax, açar sözlərdən biri də mədəniyyətdir. Ola bilər idarə etmə sistemi haqqında bir məlumat verə bilər. Amma bax, burada diqqətlə fikir versək, mədəniyyətə aid bir istəkdə tapılır, belə desək. Bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması. Təbii ki, bu düzgün cavabdır. Atropatena və Albaniya üçün keçərlidir. Ölkə ərazisində Yunan mədəniyyətinin yayılması. Əlbəttə, bu da düzgün cavabdır. Belə ki, Atropatena təsir kimi Gerifto məbədini, Albaniya təsir kimi isə böyük dəhnəni bilirik. Eyni zamanda hər ikisində təsir kimi kirəmitdən istifadəni bilirik. Bir şey nəzərə alaq, çox vaxt abituriyentlər qarışdırırlar. Roma mədəniyyətinin təsiri kimi isə Qobustan kitabəsini bilirik. Deməli, burada bizim cavabımız 1-2-dir. Amma digər variantlara da baxaq. Heroqlif yazı sistemindən istifadə edilməsi. Bu yanlışdır. Ümumiyyətlə, heroqlif yazı sistemini biz qədim dövlətlərdə əsasən Mannada görürük. Möhürlərin üzük formasına azlanması. Biz bu cümləni yalnız Albaniya üçün şamil edə bilərik. Təqvimin yaradılması isə kitablarda heç bir dövlətimizdə verilmir. Düzgün cavabımız 1-2-dir. Növbəti suala keçək. Manna hökmdarı Axşer ilə Atropaten hökmdarı Artabaz arasında ümumi cəhətdir. Baxaq. Müttəfiqli olduğu dövlətlərlə münasibətlərin pozulması. Bəli, bu düzgün cavabdır. Cavab A variantıdır. Belə ki, Axşeri dədə-babasından qalan ənənəni əvvəl davam etdirirdi. Təbii ki, hansı dövlətlə yaxın idi? Asuriya ilə. Ancaq İskitlərin gəlişindən sonra bayaq dedim, əraziyə İskitlər gələndən sonra İskit, Manna və Midiya üçbucağı meydana gəlir. Və bu üçbucaq təbii ki, hansı dövlətə sıradan çıxartmağa çalışır? Asuriyanı. Deməli, İskitlərin gəlişi Mannanın müstəqil siyasət getməsinə səbəb olmuşdu. Axşerin də fonunda. Midiyanın isə yenidən deməyim, belə deyim də, Midiyanın ilk dəfə müstəqil dövlət kimi meydana çıxmasına səbəb olmuşdu. Fraorta Kaştaritinin başlatdığı üsyan nəticəsində. Sonra isə bayaq dediyim kimi Asuriya İskitləri öz tərəfinə çəkir. İskitlərə Midiyanı vəd eləyir. Özü isə Mannaya hücum eləyir, Axşerini cəzalandırmaq üçün. Deməli, bunu sübut elədik. Bəs Artabaz nə məsələdir? Əgər xatırlayırıqsa, eramızdan əvvəl 36-cı ildə Fraspa döyüşü baş verir və Fraspa döyüşündə Atropatena Parfiya cütlüyü Romaya qalib gəlir. Və bundan sonra Roma ərazini tərk edir. Təbii ki, Romanı nəzərə alsaq ki, o dövrdə vətəndaş müharibəsi var idi. Eramızdan əvvəl 49, eramızdan əvvəl 30-cu illərdə. Və Romanın başı öz probleminə qarışdığına görə, yəqin ki, bura çox da fikir vermədi, çıxıb getdi.
Bundan sonra Parfiya Atropatenanı işğal etmək siyasətinə girişdi və bunu görən Atropaten hökmdarı Artabazd Parfiyadan uzaqlaşaraq Romaya yaxınlaşdı. Hətta oğlu Ariobarzanı da ora göndərmişdi. Deməli cavabımız A variantıdır. Baxaq. Digər variantlara baxaq. Roma işğalına qarşı mübarizə aparılması. Manna ilə Roma əlaqəsi tamamilə yanlışdır. İskit dövlətlə dostluq əlaqələrinin yaradılması. İskit dövləti mövcud olduğu dönəmdə heç Atropatena dövləti olmayıb. Bu variantın üstünə xətt çəkirik. Xalq üsyanının nəticəsində taxtdan salınması. Bu yalnız bizim üçün Axşeri üçün oxşar cəhət ola bilər. Artabazda biz belə bir şey görmürük. Mediada baş verən Kaştarit üsyanına yardım edilməsi bu Axşeriyə aiddir. Çünki mən bayaq dedim, həmin bu üsbucaqda İskitləri İşbakay, Mannanı Axşeri, Midyan isə Fraorta Kaştariti təmsil edirdi. Amma sonra Assuriyanın İskitləri üstərinə çəkməsindən sonra bu üçbucaq dağıldı. Deməli cavabımız A variantıdır. 11-ci suala baxaq. Eramızdan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olması. Təbii ki, bu eramızdan əvvəl 672-dir. Bayaq izah etdiyim formatda kimlərin köməkliyi ilə? Ən əsas İskit İşbakay və Manna hökmdarı Axşerinin köməkliyi ilə. Bu eramızdan əvvəl 672-dir. Manna dövləti ilə Assuriya arasında Sirdaqqa bu eramızdan əvvəl 714-dür. Təbii ki, söhbət Ullusunu və Sarqon arasında bağlanmış müqavilədən gedir. Urmiya gölü ətrafında İskit dövlətinin meydana gəlməsi. Təbii ki, bu düzgün cavabımız olacaq mı? Baxaq. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması. İskit dövlətinin süqut etməsi olsaydı, hardasa düz olardı. İskit dövlətinin yaranması təbii ki, eramızdan əvvəl 7-ci əsrin 1-ci yarısıdır. Ona görə bu da yanlışdır. Azərbaycan torpaqlarının Əhəməni əsarəti altına düşməsi. Bu düzgün cavabdır. Çünki Əhəməni dövləti 550-ci ildə yarandı. 2-ci Kir tərəfindən və biz Əhəmənilərin tərkibinə düşdük. Makedon İskəndərin Cənubi Qafqaza yürüşlərinin baş verməsi təbii ki, İskəndər nə vaxt yaşayıbsa o vaxt. Eramızdan əvvəl 4-cü əsr. Deməli, burada bizim üçün düzgün cavab oldu D variantı. 12. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyət dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Əvvəla sülalələrin hakimiyyət illərini yazaq. Arşakilər sülaləsinin hakimiyyət illəri 1-ci əsrdən 510-a qədər davam edib. Mehranilər sülaləsi isə 630-705-ci illərdə hakimiyyətdə olubdur. Sasanilər dövləti ilə müttəfiq olaraq yaddillərə qarşı mübarizə aparması. Bu, bunların fərqi deyil. Bu, bunların oxşar cəhətidir. Burada bizə nə deyir? Deyir ki, Arşakilər sülaləsinin hakimiyyət dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Yəni, Mehranlərə aid bir xüsusiyyət olmalıdır ki, o Arşakilərdə olmasın. Amma A variantı hər ikisində var. Sübut. 359-da, məsələn, Arşakilərlə Sasanilər bir yerdə idi. Romaya qarşı. Və yaxud 636-cı ildə Kadisiya döyüşündə Arşakilərlə Sasanilər bir yerdə idi. Ona görə A variantı ortaqdır. Xəzərlərlə xilafətə qarşı ittifaq yaradılmaları. Ümumiyyətlə, Arşakilər sülaləsinin dövründə bu və ya digər dərəcədə Xəzərlərlə münasibətlərdən bəhs olunmur. Tayfa kimi olsa da. Mehranilər sülaləsində bəhs olunsa da, yəni Cavanşirin Xəzərlərlə bağladığı o asıllıq müqaviləsində ərəblərə qarşı mübarizə nəzərdə tutulmurdu. Ona görə B variantı yanlış variantdır. Ərəblərin hücumlarına qarşı mübarizə aparmışdır. Bu variantımız da deməli, əgər fərq olaraq görüləcəksə, bu variantımız düzgün variant olacaq. Nəyə görə? Çünki ərəblər ümumiyyətlə tarix səhnəsinə 7-ci əsrdə çıxıblar. 7-ci əsrdən tez biz ərəbləri görə bilmirik qıraqda. Amma Mehranilər sülaləsi 510-da, yəni 6-cı əsr süquta uğrayıbsa, deməli bu vəziyyət Mehranlərə düşəcək, amma Arşaklərə düşməyəcək. Çünki nəzərə alsaq ki, Mehranilər Sasanilərlə bir yerdə ərəb hücumlarına qarşı 636-da baş vermiş Kadisiya, 637-də baş vermiş Tesfon döyüşlərində mübarizə aparıblar. Ona görə variantın C olduğunu görərik. Paytaxtı yeni şəhərə köçürmüşdür. Mehranilər paytaxt köçürməyib. Bu Arşakilərin Mehranilərdən fərqi olacaq. Sadəcə Arşakilərin dövründə paytaxt olan Bərdə davam edib. İnzibati islahata əsasən Sasani dövlətinin şimal qüsmuna daxil edilmişdir. Mehranilər demək olar ki, Sasanilər dövlətinin idarəçilik sistemini görə bilmir.
Çünki Mehranilər 630-da gəlirlər və Sasanilər 629-da onlara müstəqillik vermişdi və 651-dən Sasanilərin olmadığını nəzərə alsaq, bu Mehranilər üçün sayılmır. Lap sayısa belə bu oxşarlıq olur. Çünki Arşakilər sülaləsi dövründə bu var idi. Nəzərə alsaq ki, belə deyim də, Arşakilər səsi 1-ci əsrdən 510-a qədərdir. Əslində bu heç Arşakilər sülaləsinə getməyəcək. Yəni ilk dəfə. Çünki bunu eləyən şəxs Xosrov Ənuşiravandır. 531-579-cu illərdə hakimiyyətdə olub. Gördüyünüz kimi o zaman heç Arşakilər hakimiyyətdə deyildi və bu Mehranlərə də düşə bilməz. Belə, davam edək növbəti suala. 13-də bizə Euler Venn diaqramı verilib. Manna və İskit. Sualın biri digər tərəfdə qalır. Baxaq ona görə. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Asuriya dövlətinə qarşı mübarizə aparılması. Bu hər ikisinə aid olacaq. Niyə? Çünki bayaq dediyim kimi, İskitlər əraziyə gələndən sonra nəzərə alsaq ki, İskit, Manna, Midiya üçbucağı yaranıb 7-ci əsrin birinci yarısında və bu üçbucaq da Asuriyanı vurubsa, o zaman nə baş verəcək? Hər ikisi Asuriyaya qarşı mübarizə aparmış sayılacaq. Ona görə də A variantı gedəcək ortaya. Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Təbii ki, bu gedəcək Mannaya. 2 dəfə bu hadisə baş verib və Manna hökmdarı İran suyu ilə, belə desək, Ullusunu bunu geri qaytara bilib. Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsasının qoyulması. Təbii ki, bu İskit dövlətinə gedəcək. Ərazisində elli mədəniyyətinin yayılması heç birisi. Çünki elli mədəniyyətini Azərbaycana eramızdan əvvəl 4-cü əsrdə İskəndər gətirib. Ona görə D variantı yanlış olacaq və D variantını digər variantlardan da uzaqlaşdırsaq məncə daha yaxşı olar. 7-ci əsrin 50-ci illərdə Midiya üzərində qələbə qazanılması bu İskitdir. Çünki İskiti öz tərəfinə çəkən Asuriya ona Midiyanı vəd vermişdi və bilirik ki, İskitlərin Midiyadakı ağalıq dövrü 653-625-ci ildir. Bu da gedir İskit dövlətinə. Deməli 1 Bakı, 2 S Y, təbii ki, Y variantını bayaq götürdük. 3 isə A-dır. Deməli cavabımız A variantıdır. Vəssalam. Davam edək digər suallara. Nəyə baxaq burada? Növbəti sualımız 14-cü sualdır. Paleolit dövründən fərqli olaraq Neolit dövründə əhali yığıcılıqla məşğul olurdu. Bu təbii ki, yanlışdır. Çünki əhali Paleolit dövründən başlayaraq bugün 2025-ə qədər yığıcılıqla məşğul olmağa davam edir. İstehlak təsərrüfatı bugün də var. Təbiət qüvvələrinə inam meydana gəldi. Təbiət qüvvələrinə inam meydana gəldi deyir. Bu bir dəfə olar. İnamın meydana gəlməsi. Bu Paleolit dövründə meydana gəlib. Bu Paleolitin Neolitdən fərqidir. Orta Paleolit. Əgər olsaydı ki, təbiət qüvvələrinə inam var idi, bu da fərq olmayacaqdı. Çünki Paleolit dövründə olan bir şey Neolit dövründə davam edəcəkdi. İstehlak təsərrüfatı tamamilə formalaşdı. İstehsal olsaydı düz olardı. Çünki istehlak yığıcılıq və ovçuluqdur. Bu məsələdə ehtiyatlı olaq. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Bəli, bu düzgün cavabdır. Çünki nəzərə alsaq ki, ox və kaman mezolit dövründə aşkar olunub. Mezolit dövründə olan bir şey təbii ki, paleolitdə ola bilməz. Amma mezolitdən sonra gələn neolit dövründə ola bilər. Deməli cavabımız D variantıdır. Təsərrüfatda bağçılıq və bostançılığın olması isə yanlışdır. Çünki bağçılıq və bostançılıq orta Tunc dövründə meydana gəldiyini nəzərə alsaq, bu ümumiyyətlə heç bir dövr üçün keçərli deyil. Deməli cavabımız D variantıdır. Keçən növbəti suala 15. Aşağıda verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edin. 457-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkəti başladı. Hərəkat Sasanilər tərəfindən yatırıldı. Təbii ki, burada söhbət 2-ci Vatsenin belə deyim, Sasanilərə qarşı üsyan qaldırmasından gedir. Baxaq, hökmdar 1-ci Vatse hakimiyyətdən uzaqlaşdırıldı. Axı 1-ci Vatsenin hakimiyyət illəri 255-262-ci illərdir. 3-cü əsrdə hakimiyyətdə olub. Bu ola bilməz. Sasanilər Albaniyanın daxili müstəqiliyinə son qoydu. Bəli, bu düzdür. 463-dən 487-yə qədər Albaniyada ilk mərzibanlıq oldu və Albaniyanın 24 il heç bir Sasani Alban hökmdarı idarə etmədi. Sasani mərzibanlığı dövrü quruldu. Bu düzgün cavabdır. Ta 3-cü Mömin Vaçaqana qədər. S.
Ölkə ərazisi Haylandur Hunların əsarəti altına keçdi. Xeyr. Haylandur Hunları sadəcə olaraq Firuzun sifarişini yerinə yetirib və özləri də nəzərə alsaq ki, xristianlığın yayılmasını istəmirdilər. Ona görə 2-ci Vaçiyə qarşı mübarizə aparıb ölkəni tərk etdilər. D. Kolt, Girdiman, Şakasen, Uti vilayətləri Roma tərəfindən işğal edildi. Bu 371-dir. Təbii ki, xronoloji ardıcıllıq şərtini ödəmir. Bu da səhvdir. Mehralilər sülaləsi isə ümumiyyətlə 630-705-dir. Bu da verilən şərti ödəmir. Deməli, cavab burada B variantıdır. 16-cı suala baxaq. Müasir xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirin. Nəzərə alsaq ki, xəritədə bizə verilən ərazi Naxçıvandır və ona görə digər cavablara baxaq deməli. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Əlbəttə, erkən şəhər mərkəzləri Orta Tunc dövründə meydana gəlmişdir və bunlardan biri də Naxçıvanda olan 2-ci Kültəpədir. Cavabımız A variantıdır. Digər variantlara baxaq. Qədim insana aid alt sənə sümüyü. Bu, təbii ki, Xocavənd ərazisində olacaq. Azıq mağarası baxımından ora-bura olacaq. Gördüyümüz kimi xəritə düzgün verilməyib. İlk dəfə evlərin içində dini ibadətgahlar. Dini ibadətgahlar təbii ki, belə deyim, evlərin içində deyildi, qıraqdaydı. Bu cavab səhvdir. C variantı. İlk dəfə deməli, D variantı. Elin mədəniyyətinə aid nümunələrin tapılması. Həm də bir məsələ deyim, C variantı evlərin içində olmaqla yanaşı yaxşı ola bilər ki, ilk ibadətgahlar evlərin içində olsun, amma bir məsələ var ki, dini ibadətgahlar erkən Tunc dövründə tapılır. Amma burada bizə Orta Tunc dövrü deyir. Bu məsələ diqqətli olaq. Elin mədəniyyətinə aid nümunələr. Nəzərə alsaq ki, elin mədəniyyəti ən tez İskəndər tərəfindən eramızdan əvvəl 4-cü əsrdə gətirilib. Ona görə bu yanlış olacaq. Orta Tunc dövrü isə bilirik ki, eramızdan əvvəl 3-cü, 2-ci minillikləri əhatə eləyir. Bu variant da səhvdir. Katakomba qəbirləri isə eramızın 1-ci əsrindən alanlarla bağlı gəlib. Bu da səhvdir. Deməli, cavabımız A variantıdır. 17. Əhəməni ağalığı dövründə Azərbaycanda Azərbaycanın şimalında ilk quldar dövlət meydana gəldi. Nəzərə alsaq ki, Azərbaycanın şimalında ilk quldar dövlət Mannadır. Manna Əhəmənidən əvvəl mövcuddursa, bu necə baş verə bilər? A səhvdir. Kiçik Midyada Qamaat üsyanı baş verdi. Bəli, bu düzdür. Nəzərə alsaq ki, Əhəməni ağalığı dövrü 550-330-dur təxminən. Kiçik Midyada Qamaat üsyanının baş verməsi 522-dir və bu düzgün cavabdır. İranzu ümumiyyətlə 8-ci əsrdir. Heç onda Əhəməni yoxdur. Atropatena dövləti eramızdan əvvəl 223-də Selevkilərin görüşünə məruz qalıb. Atropatena bu vaxt məruz qalıbsa Əhəməni yoxdur. Qavqamela döyüşündə Makedoniyalılar məğlub edildi. Qavqamela döyüşü düşə bilərdi, amma Makedoniya orada qalib gəlib. Y-də səhvdir. Deməli, cavabımız Bakı variantıdır. 643-cü ildə keçən növbəti suala ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində ərəblərlə Azərbaycan mərzibanı arasında sülh müqaviləsi imzalandı. Biz bilirik ki, 642-43-cü illərdə Cənubi Azərbaycan mərzibanı İsfəndiyar ibn Fərruzadla ərəblərin arasında 2 savaş olub, Vəcruz və Cərmədan savaşları və bu savaşların hər ikisində ərəblər qalib gəlib. Bunu görən İsfəndiyar ibn Mərziban Ərdəbil müqaviləsinə gedib. Ona görə də cavabın A olduğunu bilirik. Xilafət tərəfindən Azərbaycanın işğalının başa çatdırılması üçün cənub yox, şimalın işğal olmalı və bu 705-dir Albaniya, 8-ci əsr. Ona görə də səhvdir. Bələncər döyüşündə Xəzərlər məğlub edildi. Birincisi, Bələncər döyüşü ümumiyyətlə Azərbaycanda deyil, heç Şimali Azərbaycanda da deyil. İndiki Şimali Qafqazdır, Dağıstan bölgəsidir. Həm də 643-cü ildə baş vermiş Bələncər döyüşündə Xəzərlər qalib gəlmişdi. Bu səhvdir. Alban hökmdarı Cavanşir hakimiyyətdən uzaqlaşdırıldı. Xeyr, Cavanşir 681-ci ildə hakimiyyətdən uzaqlaşdırılıb. Bu da səhvdir. Araz çayından şimaldakı vilayətlərin idarəsi ərəb canişinlərinə həvalə edildi. Bu 705-ci ildən tez baş verməyibdir. Çünki Cavanşir ilk dəfə 667-də tabe olduqda belə hətta özü dövləti idarə etməyə davam edirdi. Deməli, burada cavabımız A variantı oldu. 19-a baxaq. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndləri müəyyənləşdirin. Xəritədə işarələnmiş diktaban Sapaşkiyə bənzər Romadır. Yəni, söhbət Roma imperiyasından gedir. Nəzərə alsaq ki, 3-4-cü əsrlərdən söhbət edirsə, deməli, bu Romanın imperiya dövrüdür.
Romanın imperiya dövrü isə eramızdan əvvəl 27, eramızın 395-nə qədər davam edib. Belə deyim, başqa cür riyazi dilindən desək, -1, -4 parçası. Baxaq. Sasani dövlətinə müharibə aparılması əlbəttə 359 Amid, 371 Dizrav döyüşləri 4-cü əsrdir və bu düzgün cavab kimi götürülə bilər. Dizrav döyüşündə qalib gələrək Albaniyanın bəzi bölgələrin işğal edilməsi. Bəli, bu da düzdür. Uti, Şakasen, Kolt, Girdiman bu ərazilər ələ keçirilir. Magneziya döyüşü eramızdan əvvəl 2-ci əsrdə baş verib. Bu ümumiyyətlə yanlışdır. Atropatena və Parfiya dövlətlərinin hərbi ittifaqına qarşı mübarizə aparması bu eramızdan əvvəl 2-ci, 1-ci əsrlərdir. Həm də nəzərə alsaq ki, artıq Atropatena eramızın 20-ci ilindən, eramızın 1-ci əsrindən yoxdursa, necə 3-cü, 4-cü əsrdə ola bilər? Bu da yanlış variantdır. Cənubi Qafqazın tamamilə işğal edilməsi Roma Cənubi Qafqazı demək olar ki, tamamilə işğal edə bilməyib. İşğal etsə belə bu 3-cü, 4-cü əsrlərdə heç cür ola bilməz. Çünki Romanın nisbətən zəifləmə dövrüdür. Cavabımız burada gördüyümüz kimi A variantı oldu. 1, 2. Keçək 20-ci suala. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Yenə bir iqtisadi məsələsində mütləq diqqətli olaq, həmişə terminlər işləməyə bacaraq. Ərəb tayfalarının Azərbaycanın strateji ərazilərində yerləşdirilməsi. Tamam. Yəni bu cümlə olaraq düzdür. Amma bu iqtisadi siyasət deyil. Diqqətli olaq. Bütpərəstlərin zorla müsəlmanlaşdırılması. Bu da düzgün cavabdır. Cümlə olaraq düzgün cümlədir, amma bu da iqtisadi deyil. Sosial və dinidir. Rabatların yaradılması. Bu da var, amma bu hərbi siyasətdir. Möhkəmlənmə siyasətidir. D variantı. Pul islahatlarına əsasən dövlətdən Sasani və Bizans pullarının çıxarılması. Bəli, bu düzgün cavabdır, iqtisadidir. Y variantı. İlk xəlifələr dövründə əhali və əmlakın siyahıya alınması. Tamam, əhali və əmlakın siyahıya alınması 725-dir. İqtisadidir. Amma bu ilk xəlifələr dövründə olmayıb, Əməvilər dövründə olub. Ona görə bunun üstündən xətt çəkirik. Cavab D-dir. 21-ə baxaq. 1-ci əsrdə Birinci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. Təbii ki, ilk baxışdan burada cavab bilinir. Burada cavab 2-dən 3-dür. Yerdə qalanana baxaq. Niyə 2-dən 3-dür? Onu qeyd eləyək. Çünki alan tayfalar 72-74-də gəlibsə və Parfiyada eramızın 20-ci ilindən, yəni 1-ci əsr 100-cü illəri əhatə eləyir. 1-ci ilindən, eramızın 20-ci ilindən artıq Atropatena son qoyubsa, növbəti hədəfi Albaniyadır və ona görə də Albaniya üçün təhlükə yaradıb. Bəs 1 niyə səhvdir? Çünki Roma artıq eramızdan əvvəl 27-dən, yəni eramızdan əvvəl 1-ci əsrdən sonra respublika deyil. 4 niyə səhvdir? Çünki Selevkilər dövləti eramızdan əvvəl 1-ci əsrdə artıq süquta uğrayıb Roma tərəfindən. Yer gəlmişkən Selevkilər dövlətinin ikinci adı Suriyadır. O vaxt İskəndərin imperiyası parçalananda 3 böyük yerə parçalanmışdı. MMS-ə, Misrə, Makedoniya və Suriya Selevkilərə parçalanmışdı. Və həmin o Suriya və yaxud Selevkilərə Roma eramızdan əvvəl 1-ci əsrdə son qoyur. Eramızdan əvvəl 190-da ona ciddi zərbə endirir Magneziya, amma 1-ci əsrdə son qoyur. Makedoniya imperiyası isə təbii ki, ola bilməz. Çünki Makedoniya İskəndərin dövründə güclü olub və deyə bilmərik ki, İskəndər Albaniyaya yürüş eləyib, çünki Albaniya dövləti yox idi. İskəndər vəfat etməlidir ki, Albaniya dövləti yaransın. Ona görə burada cavabımız gördüyünüz kimi 2-3-dür. 22. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafətlə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Təbii ki, Cavanşir bildiyimiz kimi, kitablarda da verildiyi kimi çox güclü diplomat olubdur. Albaniyanın daxili müstəqiliyinə son qoyulması. Xeyr. Hər ikisində Cavanşir Albaniyanın daxili müstəqiliyini qoruyub saxlamağı bacarmışdı. Cavanşir hər iki dövlətdən vassal asılılığını qəbul etdi. Bu düzgün cavabdır. Onsuz da Cavanşir müqavilə bağladığı dövlətlərlə asılı idi. 651-ə qədər onun vassal asılığı Sasanilərdə, 654-də onun vassal asılığı Bizansda, 665-ci ildə onun vassal asılığı Xəzərdə, 667 cildə isə vassal asılılığı ərəblərdən olubdur. Ona görə B düzgün cavabdır. C. Albanların ödədikləri xarak vergisinin 1/3-ə qədər azaldılması. Ümumiyyətlə biz verginin azaldılmasını Ərəb xilafəti ilə diplomatik danışıqlarda görürük, amma burada xarakda ehtiyatlı olmaq lazımdır. Ərəblərdə xarak yoxdur, xəracdır. Bu üstünə xətt çəkək.
Bizansa qarşı ittifaq yaradılması. Vaxtilə Cavanşir Bizansla ərəblərə qarşı ittifaq yaratmışdı, amma ərəb və Xəzərlərlə görüşlərində onun Bizansa qarşı ittifaq yaratması haqqında məlumatımız yoxdur. Albaniyanın idarəsinin mərzibanlara həvalə edilməsi, mərziban ifadəsi Sasanilərə aid bir belə deyim termin olduğuna görə bu yanlış olacaq. Deməli cavabımız B variantıdır. 23-də eyni əsrdə baş vermişdir. Cənubi Qafqaz yolunda Sasani-Bizans müharibələri bu belə deyim müxtəlif əsrdə ola bilər. 6-7-ci əsrdə digərlərinə baxaq. Cavanşirin Sasani tərəfindən mükafatlandırılması 7-ci əsr saysaq, Kadisiya döyüşü. Sabalan döyüşündə Xəzərlərin ərəbləri məğlub etməsi 731-8-ci əsr sayaq. Albaniyada Arşakilərin gəlməsi 1-ci əsr sayaq. Aha. Nəzərə alsaq ki, Sasanilər 651-də süquta uğrayıb. Ona görə də 8-ci əsri götürə bilmərik. Yəqin ki, burada 6-cı əsr yox, 7-ci əsrdə olan Sasani-Bizans müharibəsindən söhbət gedibdir. Çünki 603-628-ci ildə Sasani-Bizans müharibələri gedir. Hətta bu müharibənin gedişində Mehrani nümayəndəsi Varaz Qriqor özünü Bizans hökmdarının vasitələyən etmişdi. Deməli, burada 1 ilə 2 düzgün cavablardır. Bu 7-ci əsrdir. 24-ə baxaq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhətləri müəyyənləşdirək. Eramızdan əvvəl 6-cı əsrdə süqut etməsi. Bəli. Manna eramızdan əvvəl 590, Midiya eramızdan əvvəl 550. Bu oxşar cəhətdir. Əhəmənilərin hücumlarına məruz qalmaları. Mannanın Əhəmənilər ümumiyyətlə bir-birlərini görməyib. Çünki Mannanın 590-da süqut edib Əhəmənilərin 550-də yarandığını nəzərə alsaq, məncə məsələ aydındır. Asuriya dövlətinə qarşı mübarizə aparılması. Bəli, bu düzgün cavabdır. Bayaq dediyim həmin o üçbucaq. Manna, Midiya, İskit üçbucağı. Asuriyaya qarşı mübarizə aparıblar. Feodal münasibətlərin inkişafı. Bunlar quldar dövlətlərdir. Bu da yanlışdır. Əhalisinin atəşpərəst olması. Bu hardasa Midiya üçün Astiaq dövründən götürülə bilər, amma Mannada biz bütpərəstlik görürük. Bu da yanlışdır. Deməli düzgün cavabımız 1 və 3-dür. Davam edək. 25-ci sual. 22-ci əsrin əvvəllərində Kuti dövlət qurumuna aid olanları müəyyənləşdirin. 22-ci əsrin əvvəlləri Kutilərin ən yüksək dövrüdür. Belə ki, onlar Akkad dövlətinə son qoyublar. İkisi arasında mövqeyinin zəifləməsi. Əgər 22-ci əsrin sonları olsaydı, onda düz olardı. 1 çıxır. 2. Akkad dövlətinə bəli son qoyublar və 100 ilə yaxın 22-ci əsrin sonlarına qədər idarə ediblər. 2 düzgün cavabdır. 3. Bəli, Kuti dövlət qurumumuz türk mənşəlidir kitabların verdiyi məlumata görə. Asuriya dövləti ilə siyasi iqtisadi əlaqələrə malik olması. Ümumiyyətlə burada bir şey qeyd edeyim, yadda saxlayaq. Asuriya dövlətinin bizim üzərimizdə yürüşlərini 2-ci minillikdə görürük. Bizə sual düşsə ki, və bir məsələ qeyd edeyim, adətən mən abituriyentlərimə deyirəm ki, eramızdan əvvəl 3-cü minillikdən aşağıda nə Şumer şəhər dövlətlərinin olduğunu götürməyin, nə Azərbaycanda dövlət qurumlarının olduğunu götürməyin. Yəni 3-cü minillikdən həndəvərləndirin, bitirin haşiyəni. Sözüm nədədir? Asuriya Azərbaycana hücuma gəlib eramızdan əvvəl 2-ci minillikdə. Biz desək ki, Asuriyanın hücumuna məruz qalıb Kuti və Lulubi dövlət qurumları, bu yanlışdır. Çünki 2-ci minillikdə Kuti və Lulubi dövlət qurumları yox idi. Asuriya bizim üzərimizə 2-ci minillikdə gəlib. Amma desək ki, eramızdan əvvəl 2-ci minillikdə Asuriyanın hücumuna məruz qalıb Kuti və Lulubi tayfaları, bu düzgün cavab olar. Ona görə də 4-cü cavabda səhvdir. 2-ci minillikdən Asuriya ilə bizim əlaqələrimiz var. Cavab 2-3-dür. Növbəti sual. Xronoloji ardıcıllıq. Atropatenanın Sasani imperiyasının tərəfindən qatılması 227. Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi. Tutaq ki, nəzərə alaq ki, bu 7-ci əsrdən başlayır. Albaniyanın Dizral döyüşdə itirdiyi torpaqların geri qaytarılması 387-ci il Roma Sasani müharibəsinə görə. Aqoyun kilsə məclisinə keçirilməsi isə 488-dir. Həmin bu 7-ci əsrdə belə ifadə edək də, tutaq ki, 601-700. Amma təbii ki, ərəblərin köçürülməsi 7-ci əsrin ikinci yarısından başlayacaq. Və belə olan halda xronoloji ardıcıllıq düzəndə təbii ki, kiçikdən böyüyə gedəcəyik, hamısı eramızdadır. Əvvəlcə 1, sonra 3, sonra 4, sonra da 2-nin olduğunu görürük. 27-ci sual. Urartunun Manna ərazilərinə hücumlarına son qoyulması. Biz bilirik ki, bu eramızdan əvvəl 714-dür. Bundan sonra Urartu heç vaxt hücum etməyəcək.
8-ci əsrdir üzərindən xətt çəkirik. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması. Bəli, burada söhbət İskitlərdən gedir. B. 1-ə gedəcək. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. Bu 6-cı əsrdir. 2-yə gedəcək. 2-ci Kirin Massaget tayfalarla mübarizədə öldürülməsi. Eramızdan əvvəl 500, deməli 30-dur. Bu da 6-cı əsrə gedəcək. Lullubi tayfa ittifaqının dövlət qurumuna çevrilməsi, dediyim kimi, bu eramızdan əvvəl 3-cü minillikdir. Amma bizə burada verilən məsələlər isə ilk, belə deyim, 1-ci minillikdir. Çünki 1-ci minillikdə 1000 il varsa, bunu da əsrə çevirsək, yəni ilə çevirsək 1001, əsrə çevirsək 11 və bunlar 10-la 1-in, yəni 1-ci minilliyə düşür. Növbəti situasiya tipi tapşırıqlara baxanda, Sasani dövlətində 5-ci əsrin sonlarından əhalinin Tamam, söhbət məzdəkilər hərəkatından gedir. Sualları oxuyaq. Mənbədə bəhs edilən hərəkatın əvvəllər mövcud olmuş hansı dini cəryanın təsirinə məruz qaldığını yazın. Təbii ki, burada söhbət mani təlimindən gedir. Çünki məzdəkilər bir növ maninin davamçıları idi. Fərqlərini bilirik. Manilər sonda şərin, məzdəkilər isə xeyrin qələbəsinə inanırdılar. 29. Mənbədə bəhs edilən hərəkatın əsas ideyaları haqqında. İdeyalar. Təbii ki, məzdəklərin 2 ideyası var idi. Bir, bərabərlik qurmaq istəyirdilər insanlar arasında. Bir də ədalətli cəmiyyət yaratmaq istəyirdilər təbii ki. Növbəti, mənbədə bəhs edilən hökmdarın hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkat iştirakçılarına qarşı həyata keçirdiyi 2 tədbiri müəyyənləşdirin. Tamam. Bunu köhnə kitablar daha yaxşı verirdi. Əvvəl Qubad, belə deyim, iri feodallara qalib gəlmək üçün məzdəkiləri himayə edirdi. Bu haqqında yaxşı məlumat Səlcuqların vəziri Nizam əl-Mülkün əsərində var. Bu məzdəklər haqqında məlumat. Qubad əvvəl məzdəkiləri, belə deyim, məzdəkiləri arxalansa da, amma məzdək nüfuzun həddindən artıq güclənməsindən çox istifadə edib Qubadı hakimiyyətdən salır. Və Qubad bundan sonra Axundlar, çünki qohumluq əlaqələri var idi, Axund dövlətinə gedərək ondan kömək alaraq geri qayıdır. Deməli, 2 nəticəsi nə ola bilər? Təbii ki, üsyanı yatırır. Üsyan yatırılır. Və eyni zamanda da hərəkata divan tutulur. Yəni, məzdəkləri arxalanmır və onları tamamilə məhv eləyir. Köhnə kitablar üsyanın yatırılmasını sırf Xosrov, belə deyim, 1-ci Qubada versə də, amma onun tərəfdarlarının divan tutulmasını Xosrov Ənuşirvana verirdi, amma təbii kitablarda adətən demək olar ki, məsələni Qubadla bitirirlər. Deməli, üsyan yatırılır və tərəfdarlarına divan tutulur. Bu qədər. Mənim əzizlərim, bu qədər. Ola bilər, nəsə bir xırda gözümüzdən qaçan məqam ola bilərsə, bəlkə də nəyinsə qabağından ili yazıb, hərfi səhvdə qeyd eləsək, üzrlü sayın. Çalışdıq ki, bu qədər müddətdə sizə kömək eləməyə çalışaq. İnşallah gələcək dərslərimizdə də növbəti sınaqları izah etməyə çalışacağam. Hələlik ki, Allaha əmanət olun.